Hazırda isə bizim ənənəvi rubrikalarımızdan biri olan Əngəlsiz rubrikasına indi baxacağıq. Orada da bir istedadlı dostumuz əngəlləri necə aşdığından danışacaq. Söhbət Kamal Gözəlovdan gedir. Orxan hazırlayıb süjeti. Həyat özü bir ritmdir. Elə bugünkü müsahibimiz olan Kamal Gözəlov da uşaqlıqdan görmə əlilliyi olmasına baxmayaraq, ifa etdiyi ritmlərlə həyatını rəngləndirməyi bacarıb. O, bu çətinliyi heç vaxt öz məqsədinə çatmaq üçün maneə kimi görməyib. Özünün əzmkar iradəsi və musiqi sevgisi ilə dünyaya təsir edən bir həyat tərzi seçib. Çətinliklə qarşılaşmaq hər bir insan qarşılaşır. Ümumiyyətlə, məhdudiyyəti olan insanlar çox qarşılaşır. Sən əgər düşünsən ki, ay mən bunu eləyə bilmirəm, ay Allah, bunu nətər eləyim, necə eləyək, nətər olsun, kim kömək eləsin, elə deyil. Sən özün addım atıb ayağa durmasan, yəni o heç kim səni qaldıra bilməz. Gözdən əlillər üçün xüsusi imtiyazlı olan məktəb var. Deməli, orada biz təhsilimizi almışıq. Həmin vaxt mən o məktəbdə deməli, Braille əlifbası ilə təhsil almışam. Biz orada orta məktəbdə keçilən dərslərin hamısını keçmişik, belə desək. Sizdə adi kütləvi məktəblərdə nə dərs gedirsə, orada da o dərs gedir. Görmə əlilliyi ilə bağlı çətinliklərə baxmayaraq, o nağara ifa etməyə qərar verir və bu alətlə xüsusi üsullarla məşğul olmağa başlayır. Onun ifası sadəcə bir musiqi ifa etmək deyil, həm də həyatın mübarizəsini, qarşısındakı maneələri aşmağın yollarını ifadə edir. Mən idmana gedirdim əvvəllər, sonra gördüm ki, idmandan alınmır da, kök adamam, hərəkət eləyincə çətin olacaq. Ona görə özümü verdim musiqiyə. İndi özümü musiqiyə tərəf verəndən sonra maraqlısı budur ki, 38 sayılı məktəbdə, deməli, Əmirov Müşfiq tərəfindən dərs almışam mən. Müşfiq müəllim dərs deyib mənə. Sonradan da bizim xalq artistimiz Natiq Şirinov tərəfindən mən dərs almışam musiqi sahəsində. Və bunları da oxuya-oxuya mən o vaxtı bu təhsili ala-ala. Deməli, masaj təhsilini də alırdım. Yəni, insana məlumdur ki, onu göz idarə edir. Əgər sənin gözün yoxdursa, sənin iki dənə əlində iş var. Biri masaj işi, biri musiqi işi. Bu, yəni, siz böyük bir nəticədir, böyük bir nailiyyətdir. Əslində Kamal Gözəlov görmə əlilliyi ilə mübarizəsini sənətdə tapmışdı. O, Dost İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində bu sənətin sirlərini öyrənir. Ona bu yolda xalq artisti Natiq Şirinov dəstək olur. Mənim xəbərim də yox idi ki, belə bir bizim üçün xidmət açılıb da, oradan da maraqlı idi. Getdim ora, həmişə kimi də zala girdim, məşq elədim. Həmişə necə, indi də elə. Natiq mənim qayıtdı ki, məsələn ki, Dost mərkəzi açılıb, İnklüziv və İnkişaf Yaradıcılıq Mərkəzi. Gəldim bura, gördüm, burada bir məhəbbət var. Burada məhəbbəti, sevgini, həm sənətə, həm insanlığa. Mövlanənin gözəl bir sözü var, deyir, qorxuram elə bir zaman gələ, insanlar yaşaya, insanlıq ölə. Əslində, bu günləri Natiq Şirinovdan məni kimi fiziki məhdudiyyəti olan bir insan dərs alıb, elm öyrənib, onu belə desək, özüm kimi fiziki məhdudiyyəti olan insanlara öyrədib başa salmaq, o ən böyük şərəfdir. Bu hekayə Kamalın musiqiyə olan sonsuz sevgisi və həyatda qarşılaşdığı bütün çətinliklərə baxmayaraq hər zaman irəliləməyi bacardığını göstərir. Onun həyatı hər bir insana ilham verir. Çünki əsl güc insanın daxili iradəsindən və əzmkarlığından gəlir.